Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Allahumme salli ala Muhammedin ve ali Muhammed. İmam Ali aleyhisselam belə buyurmuşdur. Ən axmaq insan lovğa kasıbdır. Salamlayırıq əziz, dəyərli izləyiciləri. Allahın izni ilə keçən dərs biz şəriət məsələlərində namaz qılan kəsin paltarının hökmlərini qeyd etmişdik və oradakı 6 şərt var idi. Biz ilk bir neçə şərti qeyd elədik və yerdə qalan şərtləri də bu videoda qeyd edəcəyik. Allahın izni ilə 3-cü şərti nəzərinizə çatdırırıq. Namaz qılan kəsin paltarı ölmüş heyvanın hissələrindən olmamalıdır. Söhbət o heyvanlardan gedir ki, damarlarını kəsdiyimiz zaman qan şiddətlə axsın, təzyiqlə axsın. Söhbət bu heyvanlardan gedir. Həmçinin alimlər ehtiyata əsasən buyurur ki, ilandır, balıqdır, bu cür nə qanı təzyiqlə çıxmayan heyvanlar, lakin ölüblərsə onların da üzvlərinin hissələrindən çəkinmək lazımdır. 4-cü şərt budur ki, namaz qılan kəsin paltarı əti haram olan heyvanın hissələrindən olmamalıdır. Əgər pişik kimi əti haram olan heyvanların ağız suyudur, bədənləri yaş halda namaz qılanın bədəninə dəysə, həmçinin burunlarının suyu bu şəkildə namaz batil olur. Lakin əgər quruyub aradan getsə, o zaman namaz doğrudur. Həmçinin namaz qılan kəsin paltarlarında əti haram olan heyvanların tüklərinin də olması namazı batil edər. Əgər bir kəs namaz paltarının əti haram və yaxud da əti halal olan heyvandan hazırlandığını bilməsə, hətta onu qeyri-müsəlman ölkəsindən gəldiyini bilsə belə, yenə də o paltarı geyinə bilər və qıldığı namaz doğrudur. 5-ci şərt budur ki, 5-ci və 6-cı şərtdə kişilər ön plandadır ki, kişilərin qızılla toxunmuş paltarlarla və yaxud da qızıl zinət əşyaları ilə qıldığı namaz batildir və həmçinin o əşyaları da taxmaq haramdır. Və bura bir məsələ də daxildir ki, alimlər deyir ki, kişilərin zinət əşyası niyyəti ilə ön dişlərini qızıldan etməsi və yaxud da paltarlarının düymələrini qızıldan etməsi də haramdır. Amma bütün bu sadaladıqlarımız qadınlarda icazəlidir və heç bir eybi yoxdur. Kişi paltarının və yaxud da zinət əşyalarının qızıldan olduğunu bilmədən namaz qılsa, namazı doğrudur. 6-cı şərt budur ki, yenə kişilərə aiddir ki, xalis ipəklə qıldıqları namaz batildir və həmçinin o paltarı geyinmək də haramdır. Hətta alimlər buyurur ki, kəməri belə xalis ipəkdən olsa, o halda yenə də namaz batildir. Amma xalis ipəkdən hazırlanıb, hazırlanmadığı barədə məlumatı yoxdursa, o paltarı geyinə bilər və qıldığı namaz da doğrudur. Həmçinin ipəkdən olan dəsmalın kişinin cibində olması və bu halda namaz qılsa, doğrudur və heç bir eybi yoxdur. Qadınlar üçün isə ipək paltar geyinməyin heç bir problemi yoxdur. Ehtiyata əsasən kişinin özünü qadına oxşatmaq və həmçinin qadının da özünü kişiyə oxşatmaq niyyəti ilə geyindiyi libas haramdır. Lakin cəmiyyətdə belə bir məsələ var ki, bir çox geyimləri həm qadınlar geyinir, həm də kişilər. Burada da məsələ hər iki tərəfin niyyətinə baxır. Əgər özünü qarşı cinsə oxşatmaq niyyəti ilə geyinməyibsə, onda heç bir problemi yoxdur və o paltarla qılınan namaz doğrudur. İnsanın öz hörmətsizliyinə səbəb olacaq və həmçinin fəsada səbəb olacaq paltarlar geyinməsi də icazəli deyil. Namaz qılanın paltarının şərtləri burada yekunlaşır. Allahdan hər birinizə müvəffəqiyyət və zehin açılığı arzu edirəm. Vəssalamu aleykum və rəhmətullah.